Var ruh səviyyəsində xoşbəxtlik, var zehin, bir də var bədən. İndi niyə bura gətirdim söhbəti? Dünyada istənilən bir nüans olsun, stres, uğur, xoşbəxtlik, evlilik, bu çəkiliş, aparıcı olmaq, psixoloq olmaq, terapist, şəfaçı və s. Hər şey üçün bir dənə parametr lazım deyil. Onların bir çoxu insanda olmalıdır ki, o tam olsun. Doğru. Axı sən bir məhsuldan ibarət deyilsən. Bir məhsuldan olmaz. Misal baxıram, belə düşünək də. Bir sözlə xoşbəxt olan var sanki və bir nüansdan xoşbəxt olmaq olmaz. Bax, məsələn, adi bir xoşbəxtliyi götürsək, xoşbəxt olmaq 3 əsas parametr olmalıdır insanda. Var bunun içində ruhun xoşbəxtliyi, var zehnin xoşbəxtliyi, bir də var bədənin xoşbəxtliyi, bədən səviyyəsində. Fərz elə, sən zehin olaraq çox ağıllı bir qadınsan. Beynin zəhər kimi işləyir. Ruh olaraq da, ruh nə vaxt xoşbəxt olur? Allahla kontaktda, yaradan. Meditasiya eləyirsən, dua eləyirsən, ruhun əladır və zehnin açıqdır, hər şeyi görüb qavraya bilirsən. Amma gəl ki, dişin ağrıyır. Xoşbəxt ola bilərsən? Yox.